Şəhərlərə qaçır. Sənə bax, mənə bax. O yazma. Ona telefon yok. Evet, siz var. Nereye buldun? Tabii çıldırma nasıl oluyorsun? Söhbət ediyorduk səsindən, belə loha. Ben bu kızın hareketli. Söhbət ediyorduk. Etibar yaxşı düşmür atmam. Mənim də yaptım nədir? Yasaklarız məcbur çək, yasaklar. Ağladı, qalsın mən də əhqərləndi bilir. Nəsə qoydun da neyini? Az gün oldu. Ha, o söndürür. Nasıl özünüz koyuyor? Ben orada durum sen. Bu kamera qalır. Gəldim ağalar var. Samet Vurgun da Ben saçma. Allah'a kır. Alev koyup da ağlayak burada. İkimizin de ağlayak. Özünü gayet biliyor. 2010-cu il 31 mayda. 11 il bu məktəbə gəlib gəlmişsiniz. Çoxlarınız bəlkə də başqa məktəbdən gəlir. Yəni birinci sinif bura daxil olmaz. Amma nə qədər olmasa 11 il təhsil aldığınız məktəbə gəlib gəlirsiniz. 11 il ərzində çox şeylər olur. Gülmüsüzdə, sevinmişsizdə, hətta hisslərmişsizdə, kədərlənmişsizdə, qəzəblənmişsizdə və hər şey hər dəfə sizə elə gəlir ki, heç kəs sizi başa düşür, qəzəblənəndə, sevinəndə sizə elə gəlir ki, dünya da sizindir, hamı da sizin kimi bir yerdə sevinməlidir. Yəni bu 11 ildə çox rəngarəng həyatınız olur. Amma bundan sonra daha gözəl həyatınız olacaq. Yəni bugün siz müstəqil həyata qədəm olacaq. Daha bundan sonra sizə müəllimləriniz deyəcək. Bu olar, bu olmaz. Yəni artıq siz özünüz müstəqil insanlarsınız və necə istəyirsiniz, elə də həyatdan addımlayacaqsınız. Bax, mənim sizə bir sinif rəhbəriniz kimi, bir ananız kimi, ən böyük arzum olur ki, gələcəkdə nə edirsinizsə edin, amma həmişə bircə o fikirləşin. Yəni, mən tək deyiləm. Mənim arxamda kimsə mənə də baxıb mənim hərəkətimə göz qoya bilər. Ən uğurlu illəri, ən uğurlu həyatda baş verən, ən uğurlu hadisələr sizə arzulayıram. Yəni, hər biriniz ürəyinizdə nəyə arzulayırsınızsa, ona nail olasınız. İstəmirəm kədərlənəsiniz, istəyirəm həmişə güləsiniz, həmişə sevinç içində olasınız. Yəni, kədərlənsəz də xırdaca keçsin, yəni onu arxada saxlayın, fikirləşin ki, həyat hələ qabaqdadır. Doğrudan da həyat uşaqlar qabaqdadır. Çox şeylər görəcəksiniz. Bu məktəb illərsə heç və yadınıza çıxmayacaq. Bəlkə də hərdən xoşlamadığınız dəqiqələr olur, amma mən sizi əmin edirəm ki, instituta da girəcəksiniz, hansısa bir yüksək vəzifədə şeydir. Amma bu məktəb illəri sizcə elə gözəl, elə əz olacaq ki, xatırlayanda bilirəm, gözləriniz də dolacaq. İstəyir oğlan olsun, istəyir qız olsun. Amma mən istəyirəm ki, xatırlayanda o xatirələrinizin içərisində mənə də heç olmasa bir saniyəlik bir yer olsun. Yəni, vaxt keçəcək, mən qocalacağım, həyatdan da keçəcək, amma siz o xatirələrin içərisində məni də xatırlayın. Bir sinif rəhbəriniz kimi xatırlayın, sizi sevən müəllimləriniz kimi xatırlayın. Hansı birinizəsə acı söz demişəmsə də, yəni xətrinizə dəymişəmsə də, bir ana kimi o sözünü qəbul edin. Sinif rəhbəri kimi sizi müqabiləyə sizə uğurlar arzulayıram, hər birinizə uğurlar arzulayıram. İndi ürək sözlərinizi mən eşitmək istəyirəm. Mən nə bilmirəm, 11 D sinifini təbrik edirəm. Ondan atmaq edirəm. Zaten o süperdir. Mən də inşallah hər kəs universitetə qəbul edilməsi olmasına arzulayıram. Ben çok çalıştım, ben çok iyi var. Xoş bulduk. Həyat sürəsi sürsünlər, sürəsiz. Təbrik edirəm, birimiz yaddan çıxartmayaq. Mən Sürülər deyə bilərik. Axırıncı günümüz olmasın. Salam belə ki. Mən bütün uşaqlara uğraram istəyirəm. İnşallah hamımız Caviddən Müşəfər Müsaləsinə kimi atistatımızda olaraq, düzdür hamımız instituta girməsə də, nəsə bir şeyə nail olaq da həyatda. Ona görə hamısından uğraram istəyirəm. Sağ olun. fəxri olarlar.
Gəlmədiyimə baxmayın belə. Allah gəlmədi. İnstitutda qəbul olar, amma afətli olar. Sonra nəysə, götürün. Bir də Nəysə qalmadı. Öykən gəl belə çəkdir. Ne diyeyim Neşa? Uğurlar arzulayıram. O gün olsun. Hamımı Instagram. İçinde de sen. Çül bir dənə. Bəsdir. Mən də bütün uşaqlarımızın fikirlərinə qatılıram və ümid edirəm ki, hər birimiz öz nailiyyətlərimizlə birlikdə və universitet gəlirəm. Yığışaraq və son zəmin uşaqlarımızın fikirlərinə qatılıram və ümid edirəm ki, bütün nailiyyətlərlə birlikdə, bütün nailiyyətlərlə universitetlərdə bir gün əldə edərəm. Ümid edirəm ki, yenidən bir gün bu sinifdə yığışarıq və yenidən o son zəmin hissəsini işlərik və həmin alqışlarla buradan yola düşərik həyata. Sami qəfdən hamısını təbrik edirəm. Təbrik edirəm və onlara gələcək həyatlarında bütün yollarında yaşayış arzulayıram. Necə betər Polis oldu, bu da bəlli olur. qalmışdı be. Ya demirəm, get, qoy maraqlı olsun ya. Çək bunu. Əvim çox, əvim. Hadi Buyurun bakalım. Biləsiniz sizi dövə qarşı. Nə deyə bilərsiniz? Qısa və konkret. Nə intervyu alırsan? Ben bu sınıf bilirsiniz ki 11 içinde ben en az 11 dedi. Yoktu 11, o bile 11 içinde. Buna göre bu əzizdir ki, bunlar iptidaidən yuxarı sınıf adliyyat ilk birlərdən 5-ci sınıflar. Ben 11 sınıf rəhbəriniz, 6-cı sınıf 2 il. Buna göre o əzizdir, biraz yaxındır, biraz doğmadır. Buna göre ben sizin hamınıza, bütün 11'lərə uğurlar arzu edirəm. Qoy onlar məktəbimiz adını yüksəkliklərə qaldırsınlar, ürəklərində tutduğu arzulara çatsınlar, ali məktəblərə daxil olsunlar, həm müəllimlər, həm də valideynləri sevindirsinlər. Əziz uşaqlar, mən də sizi təbrik edirəm. Bugün sizin üçün çox belə xüsusi gündür. Həmişə sizin yadınızda qalacaq bu gün. Sizin bundan sonra çox şad gününüz olacaq. İnstituta girəcəksiniz inşallah, institutu bitirəcəksiniz. Hamınız ailə quracaqsınız, toy gününüz olacaq. Amma bugün xüsusi yadınızda qalacaq. Ona görə ki, bugünkü uşaqlığınızın son günüdür. Demək olar ki, siz bu uşaqlıqdan bu günləri bitirib, uşaqlığınızı böyük həyata atılırsınız. Mən sizə, nə bilim, özünüzə nə arzuluyursunuz, mən də sizə onu arzulayıram. Mən sizin bu gözəl bir müəllimlərinizi, Növrəstə müəlliməni təbrik edirəm. Həqiqətən onun əziyyəti çoxdur sizin üzərinizdə. Göz aydınlıq verirəm sizə. Sizin valideynlərinizi təbrik eləmək istəyirəm. İndi yəqin ki, bayaqda təbrik eləyəcək, amma siz də şəxsən mənim adımdan və yəqin ki, bizim hamımızın adından təbriklərimizi çatdırın. Həqiqətən onlar üçün də şad gündür. Hər valideyn arzusudur ki, uşağın böyütsün, boya başa çatdırsın və onun son zəng günün görsün. Ondan sonra o təbriklərdən bizə də düşür, Afilə müəlliməyə də düşür, Qürbət müəllimə, Həqiqə xanıma da düşür, mənim özümə də düşür. Həqiqətən bu, bütün 11'ləri çox istəyirik, amma bu uşaqlar həqiqətən bu məktəbin ən çətin günlərində, ən belə, biraz pis çıxmasın, pis oxuyan uşaqlar da olsun, amma çox belə insan uşaqdırlar. Məktəbin çətin günlərində şəxsən mənim çox böyük dayaq olublar. Elə bu ən axırıncı məqamda, elə bu Elvinlə Rəhman belə gecəyə qədər və ilə məktəbdə qaldılar, məktəbin işlərini bitirdik, o sizin axırıncı hazırlarınızı görün. Ona görə ki, hamınızı öpürəm, bağrıma bastıram, bir də təbrik edirəm hamınızı. Buyurun efendim. Əziz Növrəstə xanım, məktəbin müəllimləri, şagirdlərimiz, artıq siz müstəqil həyata qədər qoyursunuz. Növrəstə xanımın əziyyəti burada çoxdur. Həmişə böyük hörmətim olub bu xanıma. Özü kimi də sinifi istidir, mehribandır.
Mən ona görə də burada xüsusi uşaqları vurğulamaq istəyirəm ki, onlar sizlə darıxacaq. Elnur oturub orada, hər sünlərin sözün başı Elnur, Səbuhi, Rəhman, bu ifadələri ona görə çox işlədirəm ki, bu uşaqlarla ünsiyyətdə çox olur. Burada qızlarımızdan Şebəkanın həm nümayəndəsidir, həm də məktəbin ən fəal şagirdidir, yadda ümumiyyətlə uşaqların hər biri mənə doğmadır. Bir şey də qeyd etmək istəyərəm ki, həmişə kinoda rejissor ön planda qalır. Məktəbli zavuşlar həmişə bir xeyir işdə biz həmişə arxada qalırıq. Bilirəm, əziyyətimiz belədir, indi müəyyən səbəbdən. Bugün bu sinif ki, mən bura dəvət elədi, elə sevindim, uşaq kimi qaça-qaça gəldim. Niyə? Çünki bizi həmişə yaddan çıxardırlar. O verdiyiniz nəsə hədiyyədə deyil, uşaqlar. Mən həmişə deyirəm ki, mən şirin sözə ehtiyacım var, qayğıya ehtiyacım var. Qalan şey həyatda, bunlar hamısı boş şeylərdir. Hərdə xanımın da əziyyəti az olmayıb sizin üzərinizdə. Növrəstə müəllim həddindən çox sizinlə işləyibdir, əziyyət çəkibdir, bir də gördün əsəbləşib, çıxıbdır, nəsə bunların bəhrəsini görəsiniz. O gün olsun valideynlərə mənim adımdan göz aydınlığı verin. Valideynlər həyatda övladının yaxşı gününü, həyatının ən gözəl anı sayır. Mən də elə sayıram. Oğlanlarıma xüsusi vurğulayıram ki, o gün olsun institü olan günü girsinlər ki, onların həyatda əzabı qızdan 2 qat artıqdır. Sizin anınıza can sağlığı, müəllimlərimə də can sağlığı versin ki, belə balaları yetişdirsinlər. Gün o gün olsun, əlində tələbə bileti, qaçasız məktəbə bizim üzərimizə. Uğur olsun sizə. Buyurun mənə, buyurun. Mən də sizin hamınızı təbrik edirəm. Sizin hər biriniz ayrılıqda mənim üçün əzizsiniz. Yəni, mən sizdən kiçik sinifdən, işləyə-işləyə 11-ci sinifdə inşallah sağ-salamat gəlib bir yerdə çıxmışım. Mən sizin bütün valideynlərinizə göz aydınlığı verirəm. Mən öz müəllimlərimi təbrik edirəm, müdiriyyəti təbrik edirəm, Afilə müəlliməni, Arzu müəlliməni, Rəhlə müəlliməni, Sakir müəllim, gözünüz aydın olsun. Sağ-salamat biz gəlib ili başa qalmışıq. Arzu edirəm ki, bu son zənginiz nəylə əvəz olsun? Ali məktəbin ilk zəngizi. Yəni, siz bura gələsiniz sentyabr ayında. Bizi sevindirəsiniz ki, yüksək ballarla institutlara qəbul olun. İnşallah. Təbrik edirəm, Növbəstə müəllimə. Sağ olun, bir daha təbrik edirəm. Hər birinizi təbrik edirəm, bağıma basıram, öpürəm. Sizə gözəl sabahlar arzulayıram, gözəl gələcəklər arzulayıram. Təbrik edirəm. Başlıram sözlərə hamınızı təbrik edirəm, bağrıma basıram. Arasında mən siz başda olmasını təbrik edirəm. Mən bir arzum var ki, həmişə Arzu müəllimin arzusu nə ola bilər? Odur ki, istərdim ki, ali məktəbə qəbul olasınız, hamınızı gülər üzrə mən sizi qarşılayım, sevinim. Ona görə bizim öz ürəyimizə gələn sözlərdir bu, hamınıza dedik, bir də sizi təbrik edirəm, şad günlərə çıxasınız. Təbrik edirəm. Əvvəla ona o günə görə ki, 11 deyini buraxırsınız. İkincisi sizə can sağlığı arzulayıram, eyni. Təkcə sizə yox, 11 deyini bütün uşaqlarına arzulayıram, can sağlığı. Çünki can sağlığı olsa, qalan işlər də düzələcək. Amma ki, sizə bir söz deyim ki, həyat çətindir. Biz bu həyatda necə deyərlər, necə birləşik keçmişik. Amma nə qədər də çətin olsa da, bir o qədər də şirindir. Sizə bu həyatda uğurlar, can sağlığı, xoşbəxtlik və ilk növbədə deyim ki, söhbətimiz də olub, bunsuz mümkün deyil. Amma bundan baxmayaraq, heç birinizə kim saxlamıram. Hamınıza həyatda uğurlar arzulayıram. Həmişə arzularda da yazıram, xatirələrdə də yazıram. Həyatda atacağınız hər bir addım sizə uğur verirsin. Çox sağ olun. Sizə uğur gətirsin, valideynlərinizə də başınıza alın. Ki sizə baxsınlar, indiyə kimi fəxr edirlərsə, bundan artıq bəlkə, bundan sonra 2 qat fəxr edirlər. Çox sağ olun.
Ethem Hanım buyurun. Siz sağ olun, gələcək. Əvvəla mən öz minnətdarlığımı bildirirəm ki, sinif rəhbərinə ki, son zəngdə mənə çox hörmət bəsləyib, mən bu məclisə dəvət edib. Mən də bütün arzulara qoşulan 11 il məktəbli qısalma münasibətilə hamını təbrik edirəm. Yəni bizdə həm son zəng, son dərsdir. Əlbəttə ki, bugün biz nə iqtidai funksiyadan, nə integraldan, nə teoremadan danışmayacaq. Xoş sözlərdən danışacaq. Gələcəkdə sizə işıqlı həyat arzu edirəm, uzun ömür can sağlığı. Arzu edirəm ki, bu son zəng sizin həyatınızda sonuncu olmasın. Bu son zəngin davamı ali məktəbdə işləsin. Təbrik edirəm. Biz de sinifimizin adından sizi təbrik edirik. Sizin sinifinizi təbrik edirik. Çünki sizin sinifinizə bu il 11 adım almışsınız. Onlara da uğurlar arzulayırıq. Onlar da yaxşı olan sadaları gəlsin. Biz də sevinək sizinlə bir yerdə. Sizin də onların üzərində çox əziyyət olub. Elə ki də mənim sinifimin şagirdləri üzərində də çox böyük əziyyətiniz olub. Ona görə də ürəkdən sizə təşəkkür edirik. Əziz balalar, əziz uşaqlar, əziz 11-ci beylər. Düz dedim də. Mən sizi bu gözəl əlamətdar gün münasibətinə, yəni orta təhsilə əlvida deməyiz münasibətinə ürəkdən təbrik edirəm. Ən birinci, valla düzdür, ana birincidir, nörəsə mən ikinci, amma mən deyərdim ki, elə nörəsə mən orada sizə dayaq olub, neçə ildir sizin rəhbəriniz olub. Ən birinci nörəsə mən də təbrik edirəm, ona göz aydınlığı verirəm. Teşekkür ederim. Sizə uzun ömür arzu edirəm, səbr arzu edirəm ki, neçə belə gözəl siniflər yola salasınız inşallah. Sonra sizin valideynlərinizə göz aydınlığı verirəm, təbrik edirəm. Sizdən belə gözəl sədalar gəlsin valideynləriniz üçün. Onlar sizə baxsın, sevinsin, öyülsün. Mən evladımdır deyəndə belə köksündə ürəyə dağa dönsün. Mən sizə elə günlər, elə gözəl günlər arzulayıram. Hər 11-ci sinifin özünə məxsus elə bir ki, özəlliyi olur. Kimisi dəcəlliyindən, kimisi sakitliyindən, kimisi problem yaratmağınla, nəyinlə yadda qalır. Amma siz həm gözəl sinif rəhbərinizə görə, həm özünüz, baxıram hamısı tərbiyəli uşaqlar, heç vaxt məsələn şəxsən mənə problem yaradan uşaq olmuyor sinifdə. Mən çox şadam, sizi kimi uşaqların yanı, deyərsiniz ki, bizdən ayrılmağınıza bəlkə şadsınız, elə deyil. Siz elə bir ki, müstəqil həyata qədəm qoyursunuz, siz bir pillədə böyüyürsünüz. Mən buna görə şadam. Yəni ki, sizin gözəl günlərinizin qarşıda olsun, gözəl günlərinizə görə mən şadam. Əlamətdar günlərinizə görə şadam. Hamınızı öpürəm, bağrıma basıram. Hamınıza uğurlar, gözəl, işıqlı gələcək. Can sağlığı, valideynlərinizi Allah sizin üstünüzdən əksik eləməsin inşallah. Sizə arxa dayaq olsunlar, ürəyiniz istəyən arzulara çatdırsınlar sizi pillə-pillə inşallah. Teşekkür ederim. Sizin de əziyyətlərinizdən çok sağ olun. Canınız sağ olsun, Allah size can sağlığı versin. Allah'ınız kadar buralara Allah edirsiniz. Çok sağ olun sizler. Hamınız ben görürüm. Ben de geleceğim. Ben de geleceğim. Ben de geleceğim.
Hamımız yerine kişi olur. Bütün uşaqları təbrik edirəm. Bütün hamısını elə bil ki, 11 ildə çox böyüklər, dəyişirlər. Hətta adam tanıya bilmir. Həm də özüm də həyəcanlıyam. Çox sağ olun, siz hamınızı təbrik edirəm. Bütün arzularınıza çatasınız. Hər biriniz öz arzularınıza çatasınız. İndən sonraki bu müstəqil həyatda əsas odur ki, öz yerinizi tutasınız. Ata-ananızın, valideynlərinizin başını uca eləyəsiniz. Onlara layiqli övlad olasınız. Hər hansı bir işdə, hər hansı bir addımda öz valideynlərinizi fikirləşəsiniz. Onlar üçün baş ucalığı gətirəsiniz. Həmçində müəllimləriniz üçün. Yəni müəllimləriniz valideynlərdən də çox sevinir, mənə elə gəlir ki. Əlbəttə valideynləri də sevinir, müəllimləri də sevinir. Hər birinizi ara-arada təbrik edirəm. Bütün arzularınızı. Çox sağ olun. Bununla girəcək, biz elə istəyirik ki, sifrin aldığına heç olmasa yadigar qalır. Çox sağ olun. İstəcək, onda birimizi mədiyyana sağlıq deyirəm. O gün olsun istəcək, onda belə yetişəm, birimizi təbrik eləyək. Gəl onda bir dənə görüşək. Nə bağlıcadır? Nədir? Mən yetəsin. Uğurlar arzulayıram sənə. Böyük uğurlarım olsun. Sağ ol, sağ ol. Ay qızlar, belə düşməyin. Aynen. Elə aşağıda mənlərdən birinə çıxın. Sən Sizə can sağlığı, uzun ömür. Bu qədəm qoyduğunuz müstəqil həyat yollarında sizə belə çox uğurlar arzulayıram. Arzu edirəm, hər biriniz arzunuza çatasınız. Sağ olun. İnşallah. Bu günlər olsun ki, sizin necə deyirlər, sevinclərinizi eşidək, biz də sevinək. Amin. Valideynləriniz kimi bizim də heç olmayan bir zəhmətiniz var. Çox da Allah o günlər eləsin ki, sizin hər birinizin nailiyyətdə sevinək. Amin müəllimə, amin. Bizim adı var aslında. Siz de çok sağ olun. Eseniniz böyle. Halal halal sizin de sert olun. Çok sağ olun. Gelecek dünyana Öz arzularımı sizə çatdıracağam. Ancaq sadəcə mən istəyirəm siz həyatda layiq olduğunuz yeri tutasınız. Hər kəsə öz layiq olduğunuz yeri tutasınız.
sizin ətrafınızda hamıya belə istilik getsin sizdən, enerji getsin, yaxşı aura olsun. Bunun üçün yaxşı adam olun, yaxşı insan olun, yaxşı mütəxəssis olun, yaxşı oğul olun, qız olun və müəllimlərinizlə, növbəsi müəllimlərini təbrik edirəm. Onu da yaddan çıxartmayın məktəbi. Həmişə məktəbin qapısı sınırsız açıq. Sağ olun. Halal eləyin, incidir nəsə də, incidir nəsə. Sağ olun. Siz bilirsiniz ki, mən uşaqlara dəfələrlə demişəm ki, hər nə eləmişəmsə, ürəklə eləmişəm, halal xoşunuz olsun. Başa düşəni də var, düşməyəni də var. Mən öz əməyimi sizə halal edirəm. Çox sağ olun. Sağ olun. Sağ olun. Sağ olun. Etibarən hansı əmək iş olan? Salam aleyküm əmricəz. Arzularınızı deyə bilərsiniz. Deyərəm, xoşbəxtlik arzulayıram, həyatda sizə can sağlığı arzu edirəm, çəkinizdə uğurlar və müvəffəqiyyətlər. Sağ olun. Salam. Bura keçsələr. Hoş geldin. Ya orada şu an beni çeksin. Vallaha gəlir mama. Gəlin mama. Bir də ona keçsin. Babanla ya mamam ya. Mən adam deyiləm, məni çəkin də. Sağ ol, məmnunca. Arzularınızı deyə bilərsiniz. Araydı, sonlandım. Deyə bilərsiniz arzularınızı, ürəksizlər. Ən gözəl arzular. Sağ olun. Zahir arzularım, başa çatsın. Yunusda girəsiniz. Amin mənim, sağ olun. Sancaq mənim, özəl. Arzularınızı deyə bilərsiniz. Necədir? Bir hoca olsun, usta qəbul olasın. Can sağ olun, uzun olun, həyatda xoşbəxt olsun. Toyma eləyər. Toyma eləyək. İnşallah. Gələ iştirak eləyirsən, yaxşı məclislərində, xeyir İnşallah. Təbrik edirəm. İnşallah. Doğum günü baxı. Bir də adını Təbrik edirəm hamı. Sağ olun. Yolum qırıldı. Arzu müəllimənin daha işi gücü yox. Mən adam deyil abi, çok bırakın. Demişəm, dedi. Rahman.
Bugün mevcut sınıflarımız son zaten sesini işleyeceğiz. Bugün ise bayramdır. Bu bayram münasebetiyle hamınızı sakın tebrik ediyorum. Elinizi ilk teşekkürler yapın. Senden Ermeni Allah. Ben de tekrar. Üstadı, sağ olun. Gel sen. Gel onunla ben sesini sen. Gel. Sağ ol. Qəşəng. Sağ ol. Öpürəm. Gel ben seni. Bilirsin öyle. Ne? Bırğın bırın sağ. Gel lan. Gel. Təbriklər, sağ ol qardaşlar, uzun ömür, can sağlığı. Hər bir işində uğurlar arzu edir. 5 gol. Ama azmat söyleyeceğim. Biliyorsun. Bu da min sınıfı. Hadi. Şaşırtsa senden sonra ne yapacağım? Mümkün değil. Beni bana söz verip aldattı beni.
güzellikle ilkbaharı.